Salam dəyərli izləyicilər. Bugünkü izahımız olacaq böyük coğrafi kəşflər. Böyük coğrafi kəşflərə keçməmişdən əvvəl bilək ki, Avropada 14-cü əsrdə nə baş verir? Avropada bu dövrdə 14-cü əsrin ortalarında xəstəlik yayılmışdı. Bu hansı xəstəlik idi? Vəba xəstəliyi, hansı ki, qara ölüm adlanırdı və demək olar ki, Avropanı pis vəziyyətə qoydu və əhalinin də xeyli hissəsi bu xəstəlik ucbatından öləcək. Bu bildik. Deməli, xəstəlik nə vaxt oldu? 14-cü əsrin ortalarında. Və əhalinin də dedik ki, 1/3 hissəsi ölür. Deməli, 1/3 hissəsi ölürsə, nə olacaq? Avropada işçi qüvvəsinə ehtiyac yaranacaq. Və iqtisadiyyat da təbii ki, aşağı düşəcək və Avropada da qərara gəlirlər ki, iqtisadiyyatı yenidən canlandırsınlar və bunun üçün nə lazımdır? Çoxlu qızıl, gümüş lazımdır, həmçinin də işçi qüvvəsi lazımdır. Sonra davam ilə nədən? Coğrafi kəşflərin bir sıra səbəbləri var. İqtisadi səbəbi var və siyasi səbəbi var. İqtisadi səbəbi nə idi? Bayaq dedim ki, Avropada xəstəlik yayılır, yəni qara ölüm, yəni vəba epidemiyası yayılır. Əhalinin vəziyyəti pisləşir, iqtisadiyyat yəni aşağı düşür, zəifləyir. Həmçində əhalinin çox hissəsi ölür, 1/3 hissəsi ölür və bu da təbii ki, mənfi amillərdir. Bu oldu iqtisadi səbəbi. Siyasi səbəbi nədir bəs? İndi bunlardan danışaq. Siyasi səbəbi bilirik ki, 1453-cü ildə Osmanlılar, yəni Fatih II. Mehmet Konstantinopol tutur, oranı fəth eləyir və Bizansın varlığına son qoyulur və bundan sonra Osmanlılar hansı ki Kiçik Asiyaydı, Suriyadan və keçən yəni belə deyək də ticarət yollarına nəzarət ələ keçirir. Plus da Konstantinopol tutuldu 1453-cü ildə və Avropalı tacirlərin də əl-qolu bağlanır və Osmanlı həmin o tutduğu ərazilərə yüksək gömrük rüsumu qoyur və bu da təbii ki, Avropalıların xoşuna gəlmir. Avropalılar da əlverişli bir yollar axtarırlar. Ona görə də nə edəcəklər? Coğrafi kəşflərə çıxacaqlar. İndi bunlardan danışaq. Amma coğrafi kəşflərdən hələ danışmayaq. Danışmamışdan əvvəl deyək ki, bu dövrdə Avropada, yəni 15-16-cı əsrdə hansı yeniliklər oldu? Məsələn, deyə bilərik ki, bu dövrdə yuxarıdan fırlanan çarxlar ixtira olundu. Sonra su mühərrikləri təkmilləşir bu dövrdə. Sonra nə deyə bilərik? Domla sobaları ixtira olunur. Yeni odlu silahlar ixtira olunur. Yəni, bunlardan danışaq. Dedik ki, su mühərriki təkmilləşdi. Sonra nə dedik? Dedik ki, həmçinin bu dövrün yeniliklərindən biri də oldu ki, yuxarıdan fırlanan çarxlar ixtira olundu. Bunun aşağıdan fırlanan çarxdan fərqi nə idi? Daha sürətli fırlanırdı, belə deyək. Sonra yuxarıdan fırlanan çarxın da ixtirasının müsbət nəticəsi nə olur? Deyə bilərik ki, kağız istehsalına və metal döyməyə də imkan yaranır və daha çox filiz çıxartmağa başlanılır. Metal əridilməsi, metalın emalı təkmilləşir. Yəni, bu kimi müsbət yəni dəyişikliklər olacaq. Sonra dedik ki, bu dövrdə yeniliklərdən deyə bilərik domna sobaları ixtira olundu. Yəni, domna sobası nədir? Metal əridən iri sobalardır. Bunlar tikildi, yəni domna sobaları hazırlandı. Bunun da müsbət cəhəti nə oldu? Yəni, daş kömür istehsalı artacaq, çoxalır. Sonra bu dövrdə dedik ki, odlu silah da, yəni yeni odlu silahlar ixtira olundu. Bu dövrdə 16-cı əsrdə ağır səhra toplarından da istifadə olundu. Həmçinin əl silahları olan tapançalardır, muşkeklərdir. Yəni, bunlardan da istifadə olundu. Yəni, bu dediklərimiz hərb tarixində baş verən bir yenilik idi. Dedik ki, odlu silahdan istifadə, tapançalardan, muşkeklərdən istifadə nəyə gətirib çıxarır? Gətirib çıxardığı amil nədir? Feodal qəsrləri artıq əlverişli sığınacaq rolu deyildi. Və belə deyim ki, yəni krallar qorunmaq üçün artıq feodal qəsr, daha doğrusu feodal cəngavər dəstələrinə yox, artıq muzlu, odlu silaha malik muzlu dəstələrə arxalanırdı. Bu dövrdəki yeniliklərdən başqa nə deyə bilərik? Bu dövrdə kompasdan da Avropalılar tanış oldu. Biz bilirik ki, kompası ilk dəfə Çində keçmişik. Bir dəqiqə. Biz bilirik ki, ilk dəfə kompas Çində kəşf olunub. Avropalılar da, yəni dəniz səyahətlərinə çıxmaq üçün nə lazımdır? Onların coğrafi bilikləri təkmilləşməlidir. Kompasları olmalıdır. Yəni, yeni dəniz cihazları olmalıdır ki, bunlar asanlıqla gedib, yəni səyahətə çıxsınlar. Yəni, kompasla tanış olurlar, yeni dəniz cihazları da kəşf eləyirlər. Həmçinin bu dövrün yeniliklərindən biri də nədir? Karavellalardan istifadədir. Karavellalar nədir? Yüngül, yelkənli gəmilərdir. Hansı ki, 15-ci əsrdən etibarən yəni istifadəyə verilir, ixtira olunur.
Əvvəlki gəmilərdən fərqi nədir? Karavellər sürətlə hərəkət edirdi və küləyin istiqamətindən asılı deyildi. Yəni istənilən tərəfə rahat üzə bilərdi. Bu da həmin dövrün bir yeniliyi oldu. Bunlardan danışdım. Sonra nə deyək? Bir dəqiqə. Buranı dedim. İndi gələk bu səyahət eləyənlərdən kimi tanıyırıq. Məsələn, Kristofor Kolombu deyə bilərik. Kristofor Kolomb əslən İtalyandı, amma diqqətli oluruq. Əslən İtalyan olsa da İspan gəmisində üzmüşdü və belə deyək ki, Hindistana getdiyinə inanır. Amma halbuki həmin ərazini Hindistan yox, yeni bir qitə olduğunu bilmir. Ölənə qədər də bilmir. Amma Kubadır, sonra Haitidir, bu kimi adaları kəşf edir. Neçənci ildə? 1492-ci ildə oldu. Kuba və Haitinin kəşf olunması. O buraları adlandırdı Hindistan, əhalisini isə Hindular adlandırdı. Amma yeni deyirəm ki, ölənə qədər bilmədi ki, bura yeni bir qitədir. Amma Amerika qitəsini kəşf eləyən, onu tapan kim oldu? Amerigo Vespucci oldu. Amerigo Vespucci, yəni İtalya səyyahıdır. 16-cı əsrin sonu, 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində səyahət eləmişdi və yəni belə deyək ki, ora həmin qitəyə də, yəni Amerika qitəsindən bir neçə dəfə səyahət eləmişdi. Hətta oradan məktublar da göndərmişdi. Yəni Amerikanın adı Amerigo Vespucci'nin adı ilə bağlı oldu. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəlləri. Sonra başqa nə deyə bilərik? Bir də burada qeyd olunub ki, Avropalılar yeni dünya adlandırdıqları qitədə yerli sivilizasiyalar var idi. Bəli, bu yerli sivilizasiyalar var idi və onu da qeyd edeyim ki, Avropalılar yəni tutduğu ərazilərdə, müstəmləkələrdə, yəni müstəmləkəyə çevrildiyi ərazilərdə nə edəcəklər? İlk öncə əsgərləri bura göndərəcəklər. Nə üçün? Burada yəni nəzarət eləsinlər tutulan ərazilərə. Sonra kimləri göndərir? Tacirlər. Nə üçün? Burada yəni ticarəti inkişaf etdirsinlər. Ticarət eləsinlər də belə qarətçi yürüşlər nəticəsində ticarət eləsinlər. Sonra həmçinin xristiyan missionerlər göndərilirdi. Yəni xristiyan keşişlər göndərilirdi. Səbəb nədir? Əhali arasında, yəni oranın tutduqları ərazinin yerli əhalisi arasında xristiyan dinini yayma uğrunda mübarizə aparırdılar. Bu bildi. Yəni bu adlanır missionerlik. Sonra bir də nə deyə bilərik? Buranı bir dəqiqə yuxarı eləyib buradan danışaq sonra. Biz də Hindistana dəniz yolunun kəşf olunması kimin adı ilə bağlıdır? Hindistana dəniz yolunun kəşf olunması Vasco da Gama'nın adı ilə bağlıdır. Portugal gəmisində üzmüşdü. Belə deyək ki, nə deyə bilərik bundan? Ümid burnunu keçir, Afrikanın şərq sahillərinə gəlib çatır. Amma onun ekspedisiyası havaların çox isti olmağından və fırtınalardan əziyyət çəkdiyi üçün dənizçilərin çoxu elə xəstəlikdən də ölür. Amma gəlib Hindistana çatırlar, Kalikut limanına gəlirlər 1498-ci ildə. Görək, harada yazmışam onu. 1498-ci ildə onlar gəldilər. Və Hindistana da yəni təbii ki, qəddar və öz qəddarlıqlarını göstərdilər də, belə deyək. Sonra nə deyə bilərik? Deməli, Vasco da Gama oldu ki, Hindistana dəniz yolunu kəşf elədi. Ümid burnunu keçdi, Afrikanın şərq sahillərinə çıxdı. Portugal gəmisində üzmüşdüm. Başqa nə deyə bilərik? 1498-də də Hindistanı kəşf edir. Sonra bir də nə deyə bilərik? Bartolomey Diaşdan danışaq. Bartolomey Diaşda deyək ki, 1487-88-ci illərdə səyahət eləmişdi Bartolomey Diaş. Portugal ekspedisiyasında üzmüşdü. Sonra nə deyə bilərik onun dövrünə? O başqa nə deyə bilərik ki, Afrikanın qərb sahilləri üzür, ta ki cənub qurtaracağına qədər gəlib çatmışdı. Ümid burnunu kəşf eləmişdi. Oradan da Hind okeanına çıxır. Bundan da bunu yadımıza saxlasa kifayətdir. Bartolomey Diaş 1487-88-də. Vasco da Gama'nı da bayaq dedim, biraz desən tələsik dedim, yəni əvvəldə dedim onu. 1498 Kalikut limanına gəlib çatır və burada da Hindistana dəniz yolu kəşf olunur, amma burada öz qəddarlıqlarını Portugallar Hindistanda törədirlər. Sonra başlayaq nədən? Bir də mənbənin içində yazılıb ki, orta əsrlər dövründə Avropada, yəni kağızdan, yəni daha doğrusu yazı vasitələrindən danışaq. Avropada yazı nə üzərinə yazılırdı? Daş üzərində,
gil lövhələr üzərində yazılırdı, taxta üzərində yazılırdı. Çində bu dövrdə yazı yazmaq üçün ipəkdən istifadə olunurdu. Türklər yazı yazmaq üçün pambıqdan istifadə edirdi. Yəni pambıqdan kağız hazırlayırdı, daha doğrusu belə desək. Aha, yəni amma Avropalılarda isə yəni ipəkdir, pambıqdır, az tapılırdı deyə, ona görə ondan kağız istehsal etmək yəni baha başa gəlirdi. Aha, bunu da bildik. Sonradan amma Avropalılar kağız istehsal edəcəklər. Hə, bir də testdə sual düşsə ki, Avropada, bu hissəyə diqqətli qulaq asın, testdə sual düşsə ki, Avropada siyasi sərhədləri müəyyənləşdirilmiş ilk milli dövlət hansıdır? Portuqaliyadır. Və Portuqaliyanın da əsas məşğuliyyəti nədir? Desə, kənd təsərrüfatı, xeyr, səhvdir. Kənd təsərrüfatı üçün əlverişli deyil. Əsas məşğuliyyəti nə oldu? Gəmicilik və ticarət oldu. Və müstəmləkə siyasət aparan ilə dövlətlərdən biri budur. Başqa, həmçində coğrafi kəşflərin də yəni başlamağın əsas səbəbkarlarından biri də elə Portuqaliya olmuşdu. Səyyahlardan danışdıq, bir nəfərdən qaldı danışmadıq ki, Fernando Magellan. Magellan 1519-cu ildə dünya səyahətinə çıxır. İspan donanmasında üzmüşdü. Yəni o, Christopher Columbun ideyalarını təkrarlayır və dünya səyahətinə çıxır. Atlantik okeandan keçir, qərbə doğru gəlir, Asiyaya çıxmaq üçün Magellan ekspedisiyası Cənubi Amerikanın sahilləri ilə hərəkət eləyir, yeni bir okeana gəlib çatır. Və burada da heç bir fırtına ilə rast gəlmədiyinə görə həmin okeanı adlandırır Sakit Okean və Atlantik Okeandan Sakit Okeana keçən boğazı isə necə adlanır? Magellan boğazı adlandırır. Amma ekspedisiyasını 1519-da başlasa da ekspedisiyasını özü başa çatdıra bilmir. Oranın yerli əhalisi, yəni Filippin adasının yerli əhalisi tərəfindən öldürülür. Hətta onu yeyirlər. Bu mildir. Yəni o səyahətini özü başa çatdıra bilmir 1522-ci ildə, amma onun səyahətini yəni başa çatdırırlar. Magellanın dedik ki, dünya səyahəti 1519-da oldu. 22-ci ildə isə özü görmədi, amma başa çatdırıldı. Magellanın bəs dünya səyahəti nəyi sübut elədi? Sübut elədi ki, yer kürə formasındadır. Onsuz da bunların, yəni şirlərində var idi yerin kürə formasında olması. Amma onu ispat eləmək lazım idi ki, yer həqiqətən kürə formasındadır. Və Magellanın da ekspedisiyası yəni bunu sübut elədi. Həmçinin də sübut etdilər ki, bütün okeanlar bir-birindən əlaqəlidir. Bunu da bildik. Sonra coğrafi kəşflərin nəticələrindən deyək. Coğrafi kəşflərin bir sıra iqtisadi nəticəsi var və siyasi nəticəsi var. İqtisadi nəticəsindən nə deyə bilərik? İqtisadi nəticəsindən deyə bilərik ki, Venesiyadır, Genuyadır, bunlar ticarət yollarından kənarda qalırlar. Amma biz coğrafi kəşflər yox, səlib yürüşlərin keçənə demişdik ki, ticarətdə üstünlük Venesiya, Genuyanın əlinə keçir. Amma coğrafi kəşflərdən sonra isə Venesiya, Genuya, yəni İtaliya şəhərləri ticarət yollarından kənarda qalır. Asiya ölkələrlə ticarət 3 dövlətin əlində cəmləşir. Niderlanddır, Portuqaliyadır, İngiltərə. Bunu pinlə yadda saxlayın. Portuqaliya, P, I, İngiltərə və N, Niderland. Bu 3 dövlətin, yəni Asiya ölkələri ticarət bunların əlində cəmləşdi. Sonra nə deyə bilərik? Ticarət o qədər inkişaf edir ki, ticarət yolları artıq dənizlərdən okeanlara keçir. Sonra coğrafi kəşflərin iqtisadi nəticəsindən başqa nə deyə bilərik? Başqa deyə bilərik ki, yeni qitələr kəşf olundu. Məsələn, Amerika kimi, Avstraliya kimi qitələr bu dövrdə yəni kəşf olundu. Bunu bildik. Bəs coğrafi kəşflərin iqtisadi səbəblərinin nəticələrini saydıq. Daha doğrusu, siyasi nəticəsi nə oldu? Siyasi nəticəsi oldu ki, müstəmləkə işğallarına şərait yaranır. Bir dəqiqə. Aha, Avropadır, Asiyadır, Afrika ölkələri müstəmləkəyə çevrilir. Əsas da müstəmləkəyə sahib olan ölkələr hansıdır? Portuqaliyadır, İspaniya, yəni bu kimi dövlətləri deyə bilərik. Hətta bir dəqiqə görüm, burada yazmışam mı? Portuqaliya müstəmləkələri. Yox, şifahi deməyib yox. Hətta Portuqaliyanın testdə sual düşsə ki, bir dəqiqə. Hə, burada yazmışam. Üçüncüyə baxın zəhmət olmasa. Üçdə deyir ki, orada Portuqaliyanın müstəmləkələri hansılardır? Braziliyadır, yəni Cənubi Amerikada yalnızca Braziliyadır. Zonddur, Molukka adalarıdır. Sonra Ərəbistandır, Hindistan sahilləridir. Bunlar Portuqaliyanın müstəmləkələri oldu. Hansılar oldu? Braziliya, Zond, Molukka adalarıdır. Sonra Ərəbistan və Hindistan sahilləridir ki, Portuqaliyanın müstəmləkələri oldu. İspaniyanın müstəmləkələri hansılar oldu? Bütün Cənubi Amerika. Yəni Braziliyadan başqa. Yəni Meksikadır, Peru və s. Bunlardır. Sonra Kuba, Karib dəniz adaları.
Bunlar İspaniyanın müstəmləkələri oldu. Hansılar oldu? Bütün Cənubi Amerika, yəni Braziliyadan başqa, bir də Kuba, Karib adaları İspaniyanın müstəmləkəsi oldu. Və nə deyə bilərik başqa? Bir də coğrafi kəşflər nəticəsində Avropalılar kartofdur, kakaodur, qarğıdalıdır, tütündür, bu kimi yeni kənd təsərrüfatı məhsulları ilə yəni tanış olurlar da və məşğul olmağa başlayırlar. Halbuki coğrafi kəşflərə qədər Avropalılar bilmirdi ki, kartof nədir, qarğıdalı, kakao, yəni tütün bunları tanış deyildilər. Sonradan tanış oldular. Və ən əsas da başlıca qida mənbəyi də hansı oldu? Kartofdur, qarğıdalı oldu. Sonra bir də çox az hissəsi qaldı. Bununla danışaq. Merkantilizm siyasəti. Bundan nə deyə bilərik? Bu dövrdə, yəni 17-ci əsrdən etibarən iqtisadiyyatda merkantilizm siyasəti yaranır. Və bu nədir? Bu idxalı məhdudlaşdırmaq, diqqətli oluruq, idxalı məhdudlaşdırmaq və ixracı artırmaq, yəni bundan ibarətdir. Merkantilizm siyasətinə əsasən xalqın rifahı nədən asılıdır? Qızıldan və gümüş ehtiyatından asılıdır. Yəni nə qədər ki qızıl gümüş ehtiyatı yaxşı olacaq, əhalinin də rifahı yəni o qədər yaxşı olacaq. Və əsas da məsələ nə idi? Qızıl gümüş ehtiyatını artırmaq. Və artırmaq üçün də əlverişli ticarət balansına sahib olmaq lazım idi. Ona görə də merkantilizm siyasətinə deyir ki, idxalı məhdudlaşdırmaq lazımdır və ixracı artırmaq lazımdır. Bu dövrdə də yəni müstəmləkələr, bayaq dedim ki, Portuqaliyada, İspaniyada əsas müstəmləkə ölkələrdir və müstəmləkələrdən də xam mal mənbəyi və satış bazası kimi müstəmləkələrə baxırdılar. Buranı izah elədik, bitdik və coğrafi kəşflərin bir dəqiqə. Coğrafi kəşflərin dedik, dünya tarixində dəyişikliyin nə oldu? Yeni qitələr kəşf olundu. Sonra yeni ticarət yolları kəşf olundu. Ticarət yolları dənizlərdən okeanlara keçdi və s. dedik. Həmçinin də Avropadır, Asiyadır, Afrika ölkələri müstəmləkəyə çevrildi. Bu qədər danışdıq. Bir də təkrar edək ki, karavellardan istifadə nə vaxt oldu? 15-ci əsr. Sonra odlu silahdan, tapançalardan, muşketlərdən istifadə 16-cı əsr oldu. Sonra bayaq dedik Portuqaliyanın müstəmləkələri hara oldu? Hindistan, Ərəbistan, Zond, Molokko və Braziliya oldu. Sonra bir də bayaq demədim, onu yadımdan çıxdı. Dedik ki, İspanlar və Portuqallar əsasən müstəmləkə siyasət aparıblar və İspanlarda nə deyə bilər? İspanlar hansı dövlətlərə son qoyurlar? Meksikada olan Azteklərə son qoyurlar. Həmçinin Perudakı, hansı ki Ant dağlarında yaşayan İnklərin dövlətinə də son qoyurlar. Bugünkü izahımız bu qədər. Sağ olun, hələlik.